İndi sizi tamaşaçılara daha yaxından tanış etmək istəyirəm. Tamaşaçılarımız sizi bu yaxından tanısınlar. Amma bu siyahını saymaqla bitmir. Təşəkkür edirəm. New Mexico Tech Universitetinin professoru olmusunuz. Bəli. İndi də? Bəli. İndi də. Amerikanın Hərbi Hava Qüvvələri Mərkəzində Kosmik Təhlükəsizlik Bölməsinin baş elmi işçisi vəzifəsində çalışmısınız. NASA'nın Mars elmi tədqiqatlar layihələrinin direktoru olmusunuz. Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyinin Nüvə Təhlükəsizliyi Müşahidənin İdarələrarası Komissiyasının daimi koordinatoru vəzifəsində çalışmısınız. 2011-ci ildə Ağ Evdə Prezident Obamaya Marsa uçuşun təhlükəsiz olması barədə hesabat təqdim etmisiniz və noyabrda Marsa uçuş müvəffəqiyyətlə başa çatıb. 42 kitabın müəllifisiniz. 136 yanılmıramsa məqaləniz, elmi məqaləniz var. Yəni bayaqları da dedim, bax bunları saymaqla bitmir. Bir çox nailiyyətləriniz var. Bir çoxlarını da hələ mən sadalamadım, çünki veriliş bitər onları saysaq. Amma işinizdən, nailiyyətlərinizdən danışacağıq. Mənə maraqlı olan məqam bilirsiniz nədir? Azərbaycanda qalsaydınız, Amerika Birləşmiş Ştatlarına getməsəydiniz, maksimum hansı vəzifəni tutacaqdınız və nə ixtiralarınız olacaqdı?